Buyur. X B üzərinə variantı. gəlsin 7 Aha. bölünsün. X üzərinə gəlsin 7 bölünsün. X çıxılsın 4 rasional ifadəsi üçün dəyişən mümkün qiymətləri çoxluğunu tapın. Aha. Ben burada Neyi X yiyecek biz çıxılsın burada? 4 çıxılsın 4 bərabər deyil 0 yazmışam. Yəni X Aysa, burada 4'dür. məxrəci sıfırdan fərqli edirik, düzdürmü? Bəli. Doğrudur. Yazırıq. X çıxılsın 4 bərabər deyil 0. X də bərabər deyil nə olacaq? Müsbət 4-ə. Bəs müsbət Bəli. 4-ə bərabər olmayan aralıqlar hansılardır? Mənfi sonsuzluqdan 4-ə, 4-dən isə nəyə gedir? Müsbət sonsuzluğa. Yəni aldığı Sonsuz. qiymət də odur. Düzdürmü? Bəli. Sonra sən də belə yazmışdın. Vermeli. Hı hı. 2. Katetləri 7 və 9 olan düzbucaqlı sütunun hipotenusu uyğun ədəd hansı iki nöqtə arasında yerləşir? Mən 7 ilə 9-un kvadratını topladım, bərabərlədim C-yə. 49-un Deməli, üzərinə Pifaqor 80. teoremini tətbiq eləmisən də, düzdürmü? A kvadrat plus B kvadrata görə. Yəni 7-nin kvadratı ilə 9-un kvadratını toplamısan. Neçə almısan? 7-nin üzərinə mən 9 elədim, yəni 49-un üzərinə 81. 130 elədi. Mən 11 və 12, yəni C və K ədədləri arasında. Onda sizə bərabərdir. Kök altında 130. 130 da hansı ədədlər arasında yerləşir dedin? Ondan qabaq və ondan sonrakılarını yazsaq. 130-dan qabaq 11 və hansı 12 kök altından çıxa bilən? 121-dir. də 144. Ay sağ ol. Ona görə 11 və 12-dir. Onda belə çıxır ki, hansı hərflər arasında yerləşir? C və K. B və K baxaq. 4. Aha, 2 2 artıb. 6, 8, 10, 12, 14. Bəli, B və K, yəni C-dədir də başa düşdüm. Doğrudur. Sözlə yazırıq ki, B və K. B və K yoxsa B və C? Mən C və K yazmışam. O 12-dən 14-ə gedir axı. B və C-dir. Hardasa bax bu Bəli. aralıqdadır. Çünki 10-dur burada. Bu tərəfdə də 12-dir axı. 11 tam neçədir? 11 və 12-dir. Ona görə 10-dan 12-nin arasında yerləşir. Aynı oldu. Bəli. Sonra növbəti. Sayın axın sürəti 4 km saat. İki körpü arasındakı məsafəsi 60 kilometrdir. Qayığın durğun suda sürəti V olarsa, onun bir körpüdən digərinə gedib qayıtma vaxtı üçün ifadə yazın və sadələşdirin. Yazırıq əvvəlcə çayın axma sürəti 4 kilometr bölünmüş saat. Sonra getdiyimiz məsafə S bərabərdir 60 kilometrdir. Sonra nəyimiz verilibdir? Qayığın durğun sudakı sürəti. V qayıq, Bəli. bu da bərabərdir V-yə. 60 İfadəmiz 60 bölü bəli, 60 S bölü V bərabərdir üzərinə V vurulsun T olduğundan gedilən yol axı şeydir. Biz bilirik ki, sürətlə zaman hasildir. Zamanı tapanda yolu bölürük nəyə? Sürətə. T1 üçün sürətə. tapsaq zamanımızı, onda böləcəyik 60-ı böləcəyik V üstə gəlsin 4. Bu tutaq ki, axın istiqamətində gedəndir. T2 üçün tapsaq 60 bölünsün V çıxılsındır. Bu da axına qarşı olan ifadədir. Bəli. Onda biz bunları toplasaq ümumi 60 bölünsün V üstə gəlsin 4 ilə toplayırıq. 60 bölünsün V çıxılsın 4-ü. Ortaq məxrəcimiz V kvadrat çıxılsın 16-dır. Buna böləndə olur 60V çıxılsın 240 üstə gəlsin 60V üstə gəlsin 240. 240-lar gedəcək. 120V bölünsün V kvadrat çıxılsın nə olacaq? 16. Sən də belə yazmışdın. Bəli. Hı -hı.
4 buyur. Mən burada kök altından 25-dən 5 çıxır. 41-dən 5 Hı. çıxırıq. 41-dən 5 çıxır 36. Kök altında 6 qalacaq. 58-in üzərinə 6 gəlir 64. 64 də bərabər 8-ə. Yəni yekun olaraq İkincisindən A-dan 8 çıxdı. bəli. Bəs Mən B-dən B-dən də 81-dən 9, 9 ilə 16 toplayırıq. E, 25. 25, 26-dan da 25'ten 125 çıxır. yok 25'ten de 5 çıksın da. Hə, bəli. Eləyir 121, o da 11-ə bərabərdir. 8 11-ə vururuq 88. Bəli, buradan da 11 çıktı. Sonra da hasilini istəyir. Sən demiş 8'de 11'e vurup olur 88. Doğrudur. Növbəti. Sonra Səmra. X-dən kiçik olarsa, X də 4-dən böyük olarsa, kök altında X çıxılsın 4-ün kvadratı üzərinə gəlsin, kök altında X çıxılsın 2-nin kvadrat ifadəsinin qiymətini tapın. Mən X çıxılsın 4 bərabərdir 4 çıxılsın X, yəni modulda müsbət Çünki biz çıxartdım. orada 3 ilə 4'ün arasında tam Yerlərini qoyanda dəyişdik. bəli, mənfi olur da, düzdürmü? Bəli, Onda ki belə yazaq yerlərini da, dəyişdik. əvvəlcə modulda çıxardıq, Səmra, sonra yerini dəyişək alalım. İndi məsələn 3 ilə 4'ün arasında X qiymət qoyaq. Hı -hı. mən yerlərini dəyişəcəyik. Digərində isə mən olduğu kimi qalacaq. Axırda mən toplayacaq 4 çıxılsın X üzərinə gəlsin X çıxılsın 2 bərabərdir 2-yə. Onda x çıxılsın 2'nin dəyişmir, olduğu kimi qalır, müsbət olduğu üçün. Bunlar da ixtisar gedəcək. 4'dən də 2 çıxacaq da belə çıxır. Bu da eləyəcək 2. 2 almısan da, hə? Səmra, Bəli. sən 2 almısan. Bəli müəllim. Bəli müəllim 2 almışam. Hı -hı, buyur 6. Kök altında Y çıxılsın kök altında X bərabərdir 5-ə və kök altında X vurulsun kök altında Y bərabər 9 olarsa kök altında X Y üzərinə gəlsin. X kök altında Y bölünsün Y çıxılsın X ifadəsini tapın. Hı -hı. Mən burada Tam olaraq nə çıxardıq? X kök altında X Y mən 9-a bərabər olacaq. Bir cavab. Deməli, kök altında nə çıxarırıq oradan? Kök altında x-i, bir də kök altında y-i çıxardırıq sürətdə. Çıxardanda nə qalır? Kök altında y qalır. Buradan da kök altında x, kök altında y götürəndə kök altında x qalır. Aşağıda isə düsturdur, müxtəsər vurma düsturdur. Kök altında y çıxılsın kök altında x. Kök altında y plus kök altında x'tir. Bunlar da getdi. Qaldı kök altında x vurulsun kök altında y. Aşağıda isə oldu kök altında y çıxılsın kök altında x. Deməli, bu kök altında x vurulsun kök altında y bizdə 9'dur. Yazırıq 9 bölünsün. Aşağıda da 5'dir. Yəni cavabımız eləyəcək 5'də neçə? 9. O da eləyir 1 tam 10'da 6. Sonra getdi. Bəli. 7'də 7-də yuxarıdan ortaq kəsiri olaraq. ixtisar edərək xanaları doldurun. Mən burada Hı -hı. 7-də mən yuxarıda olsaları 9x çıxarmaq olar. Aha, 9x'i çıxartdıq, nə qalacaq? 5x üstə gəlsin 3. Mötəfəqədə 5x plus 3'lər də ixtisar getdi. 9'la da 3 ixtisar gedir. Yəni qalır 3x bölünsün 1. 3x bölünsün 1, o da bərabər Bəli. olur elə 3x'in özünə. Sonra 8. A bərabər 3, B bərabər 4 olarsa 12 A üstü 12 A 12 A-nın kvadratı çıxılsın 4 AB bölünsün 6 AB çıxılsın 2 B-nin kvadrat ifadəsinin qiymətini tapın. Aha. Yuxarıdan nəyə çıxarda bilərik ortaq? Mən burada 4 A-nı çıxardırıq. Qalır 3 A çıxılsın B. Aşağıda da 2 B-ni çıxardırıq. Qalır 3 A çıxılsın B. Hı -hı.
3 çıxılsın beylər, onda ixtisar getdi. 4 ilə də 2 ixtisar gedir. Qalır 2A bölünsün B. Sonra İçinə neyniyəcəyik? vuruq 3-ə bölük 4-ə bərabərdir 1,5-ə. Bəli, 6 bölünsün 4, o da eləyəcək 1,5. 9. Artan sıra nə idi bizə dedik Səmran? Mən kiçikdən böyüyə gedirik. Ay sağ, içində kiçikdən böyüyə düzməliyik. Gəl hamısını bir kökün altına salaq sonra. Məsələn 4-ün kvadratı 16-dır. 16-nı vuruq 5-ə. 80 eləyir. Bu kök altında 80 oldu. Sonra ikinci. Kök altında 49. 5 kök altında 3 de salırıq kökün altına. O neçə eləyir? Üçüncüdə 20, 25 də vurulsun 3 olur da. 75. O birisi kök altında 81'dir ki 9 çıxıb. Digərlə neçə eləyir? Hı -hı. 25 vurulsun 2. 5, Yəni 25-də 2 50. alırıq. İndi artan sırada düzmək olar rahatdır. Kiçikdən böyüyə düzməli. İçərisində ən kiçik olan hansıdır? Kök altında 49'dur. 9. Daha sonra Sonra 50. mən 5 kök altında 2, sonra 5 kök Ay sağ ol. 50. 50'dir. Sonra 5 kök Sonra 5 kök altında altında 3'tü. Doğrudur. Sonra sonra 4 mən 4 kök altında 5, sonra da 85. 5. 81. Bəli, sonra da 81, yəni 9. Hamısını qeyd edərik. Buyur. Deyir cəbri Cəbri kartlarla Hı kartlarda -hı. təsvir olunmuş sahə modeli ilə verilən çox ədlinin 2x üzərinə gəlsin 1-ə bölərək düzbucağının digər tərəfini tapın. Ay sağ ol. Gəl indi bax hesablayaq. X kvadrat, x kvadrat neçə eləyir? X üstü 4. Yox, 2 dənə x-in kvadratı. Toplanılır. Sonra qara rəngdə olanlar x-lə işarə olunub. Hamısına x yazırıq. Ağ rəngdə olanlara isə 1 yazmalıyıq qaydaya görə. Digər hesablayaq. Neçə dənə x-imiz oldu? 2 dənə. 2, 4, 6, 8 dənə. 3, 4, 5, 6, 7. 7 dənə də axı mən bilən. 7 x-dir. 1, 7 Bəs x bəli. 1-dən nə qədərdir? 2, 3 dənə. Aha, üstə gəlir. Bunu yazdıq. İndi bunu biz bölməliyik 2x plus 1-ə. Gəl indi disk qırmaqla köklərini tapaq, vuruqları ayıraq. Sonra bölərik 2x plus 1-ə. Disk qırmaqımız necə idi? B kvadrat çıxılsın 4AC idi. B'nin yerine nə durur? 7 durur. 7'nin kvadratı neçə eləyir? 49. Çıxılsın 4 vurulsun. 2 vurulsun 3. 2 3'ə vuruq 6. 6'nı da 4'ə vuruq 24. 49'dan da 24 çıxan neçə qalır? 25. Deməli, mənfi 7 Bəli. plus minus 25'dən də 5 çıxacaq. Bölünsün 2 vurulsun 2. Yəni mənfi 7 plus minus 5 bölünsün 4'ə. 7 ilə 5 toplayanda yəni mənfi 7 ilə mənfi 5 toplayanda mənfi 12, mənfi 12 ilə 4'ə böləndə mənfi 3 eləyir. Mənfi 7 ilə 5 toplayanda isə 7-dən 5 çıxırıq, mənfi 2, mənfi 2 ilə 4'ə böləndə alırıq mənfi 2-də 1. Düzdürmü? Bəli. İndi qoyaq yerinə. 2 vurulsun. X üstə gəlsin 3. X üstə gəlsin 2-də 1. Hər tərəfini 2-yə vururam. X üstə gəlsin 3. 2x üstə gəlsin 1. Deməli, kökləri tapdım. Yuxarıdakı vuruğumuz x plus 3 ilə 2x plus 1 oldu. Aşağıda da 2x plus 1 idi. Bunlar ixtisar getdi. Qaldı x plus 3. Deməli, ilk ön cavabımız olacaq x plus 3.
11. X-in kvadrat çıxılsın 3x üzərinə gəlsin n bərabər 8, n çıxılsın 8 bərabər 0 yazmışam. Çox ədəsi köklərinin biri 5 olarsa m-i tapın. Mən burada x bərabərdir 5 yazdım. 5-in kvadratı çıxılsın 3 vurulsun 5 üzərinə gəlsin m çıxılsın 8 bərabərdir 0-a. 25-dən çıxır 15-ə üzərinə gəlir m çıxılsın 8 bərabərdir 0-a. Ondan çıxır 8-in üzərinə gəlir m bərabərdir 0. 2 üzərinə gəlsin m bərabərdir 0. Yəni m bərabərdir -2. Yəni belə deyək də, sən x-in yerinə aparıb 5 qoyursan, düzdürmü ağlım? 5'in kvadratı Bəli. 25 çıxılsın. 3'ü 5'e vurdun. 15. Üste gel. M çıxılsın. 8 beraber oldu 0'a. 25'ten 15 çıxdıq. 10. Ondan da 8 çıxdıq. 2. 2 üste gelsin. M beraber 0'a. M de beraber oldu neye? -2'ye. Üstü sen nereye tapmıştın? Bəli, müəllim. Sonra növbəti. X-in kvadratı çıxılsın 7, x üzərinə gəlsin 12 bərabər 0. Təmlin köklərinin həllini tapın. Mən Köklər x-in hasilini kvadratı çıxılsın istəyir. 7, x üzərinə gəlsin bərabərdir 0-a, x bərabərdir t-yə, yəni x-i bərabər eləmişəm t-yə. T-nin kvadrat çıxılsın 7, t üzərinə gəlsin 12 bərabər 0, t1 3-dür, t2 də 4, x bərabərdir 3, həm mənfi müsbət Belə 3, deyək də, x də bunun köklər bərabərdir hasili mənfi müsbət deyəndə x1 vurulsun x2'dir də, düzdürmü? Köklər hasili burada müsbət 12'dir. bəli, İndi biz modulu bir dəfə də necə açmalıyıq? Mənfi kimi. müsbət Mənfi kimi açanda artı üzrə mənfi. toplamı. Bəli. Burada da köklər hasili 12 oldu da. Hər ikisində köklər hasili 12'dir. Köklərinin hasilini tap deyəndə 12'ni də 12'yə vururuq. Eləyir neçə? 144. Yəni, Sən də elə tapmısan. bəli, Sonra növbəti 13. mən bunu yaza bilmədim, başa düşmədim. Paralelogramın perimetr düsturunu de. 2 Hayda. vurulsun neydi? A üstə A, gəlsin. Bəli, B. Qoyaq yerinə. ya, 2 vurulsun. A'nın yerinə nə qoyaq? 2 A üzərinə gəlsin 3B bölünsün A. Aha. Yazdım. Bəs B'nin yerinə 2 A çıxılsın 3B bölünsün. ay sağ ol. Diqqət toplayaq. Toplayanda ortaq məxrəc olduğu kimi qalır A. Yuxarıda nə yazıram? 2A. Üstə gəlsin 3B. Üstə gəlsin 2A. Çıxılsın 3B. Düzdür. Bir də qarşıda 2 var. Bəli, Yuxarıdakıların toplayanda nələr ixtisar gedir? 3B'lər ixtisar getdi. 2A ilə 2A neçə eləyir? bəli, Səmra. 2A ilə 2A'nın toplamı neçə bəli. elədi? 4 A. Aysa 4A'nı da A'ya böləndə 4 eləyir də. 2'ni də vurursan nəyə? 4'ə. O da eləyir 4 A. 8. Deməli cavabımız eləyəcək 8. Sonra 14. M, Hə. M kvadrat üzərinə gəlsin n kvadrat bərabər 8, m kvadrat çıxılsın n kvadratı bərabər 6. 3m bölünsün m çıxılsın n çıxılsın 3n m üzərinə 7, 6 bölünsün m-in kvadrat çıxılsın n2 ifadəsinin qiymətini tapın. Ortaq məxrəc tapmısan? Mən bunu yaza bilmədim. 13-14 yazılmamış. Ortaq məxrəc m kvadrat çıxsın n kvadrat olacaq. Sonra m plus n'ə böləndə nə qalacaq?
n minus n qalacaq. 3n vurulsun, n minus n olacaq. Düzdür? Bəli. M kvadrat çıxılsın n kvadratına da böləndə elə 6-nın özü qalır. Söz sadələşdirirsən. 3m'i m-ə vuranda olur 3m'in kvadratı. Üstə gəlsin 3n. Çıxılsın 3n m. Üstə gəlsin 3n'in kvadratı. Çıxılsın 6. Bölünsün m kvadrat. Çıxılsın n kvadrat. Yuxarını sadələşdirsək. Düzdürmü? Bəli. Sadələşdirsək nə ola bilər yuxarıda? Nələri bir qruplaşdıra bilərik? Mən 3n 3n'ləri Hı. olacaq 3n'in kubu yoxsa? 3 MN'lər gedəcək ixtisar. Çünki biri mənfi MN'dir, biri müsbət MN'dir. Bunlar gedəcək ixtisar. Amma 3m'in kvadratı ilə 3n'in kvadratından nəyə qruplaşdıra bilərsən ortaq olaraq? 3'ü düzdürmü? Ortaq olaraq çıxarda bilərsən də ixtiyarın var. 3'ü çıxardanda nə olacaq? M'in kvadratı plus n'in kvadratı. Kvadratı. Bəli, Bəli. bir də çıxılsın 6. 6. Bəli, bir də aşağıda m'in kvadratı çıxılsın n'in kvadratı. İndi apar qoy yerinə. M kvadrat plus n kvadratı bilirsən onsuz da 8'dir. Deməli 8'i nəyə vurmalısan? 3'ə. 8'i 3'ə vururuq. Eləyir 24. 24'dən 6 çıxırıq. Düzdürmü? Bölürük 6'ya. 24'dən də 6 çıxsaq neçə qalacaq? 18. 18 də 6'ya bölsək 3 qalır. Deməli yekun cavabımız olacaq 3. 15. Buyur. N natural, Z tam, qeyri-rasional, I irrasional, əgər həqiqi ədədlər çoxluğu olarsa, hansı münasibətlər doğrudur? Mən burada Bəli, biz demişik ki, natural normalda tamın içərisinə daxildir. Tam normalda rasionalın içərisinə daxildir. Bir də kənarda irrasional ədədlərimiz obşu bizə bu verir bizə nəyi? Həqiqi ədədləri, çoxluğu. Yəni hamısı birlikdə daxil. İndi buna uyğun əsasən hansının doğru, hansının yanlış olduğunu təyin edək. Buyur. mən burada birincisi yanlışdır. Yəni birincisini Nə deyir götürmürük. birincidə? Hansı? Rasionalla deyir, irrasionalın kəsişməsi həqiqi ədədlər verir. Kəsişməsi yox, biz demişdik nəyi verir? Birləşməsi həqiqi ədədləri verir. Aha, sonra Mən burada ikincisində müəllim ikincisini götürürük. rasionaldan irrasional çıxsa, bəli, doğrudur. Mən burada növbəti mən 3 yanlışdır. Müəllim 3'ü götürə bilmərik. Çünki natural tamın içinə daxildir. Tam naturalın içinə daxil deyil. Az çoxluğu ola bilməz. Düz deyirsən. 3'ü götürə bilmərik. Başqa hansı doğru oldu? Mən bir də 4 3 2 3 4. 3 doğru olmadı axı. Biz dedik doğru deyil. Hə, doğrudur. 4 doğrudur müəllim. Hı 4 ilə -hı. qarışdırdım. 2, 4, bir də 5. Bəli. 2 4 5 A variantı. Bəli, A variantı. 16. Hər iki kökü mənfi olan tənlikləri göstərin. Bəli, hər iki kökü mənfi olan tənlikləri göstərməlisən. Yəni ikisi də mənfi olsun. Bu necə tapa bilərik? Köklər hasilinə görə. Vuranda müsbət 3'dür, vuranda müsbət 5'dir. Köklər hasili bir də köklər cəmini nəzərə almalısan da. Birincidə məsəl üçün neçədir? Vuranda köklər hasili müsbət 3 alınıbdı. Toplayanda isə bizdə müsbət 17 alınmalıdır. Onda hər ikisi müsbətdir burada. Birincini götürmürük. Sonra
Mən burada birincini götürürəm. Hı. İkincisini mən mənfi 25, bir də müsbət 5. Mən bunu götürürəm yoxsa? İkincidə köklər hasili 5 olmalıdır. Amma köklər cəmi isə mənfi 21 olmalıdır. Ya hər ikisi mənfi olmalıdır da. Yəni biri mənfi, biri müsbət ola da bilər, olmaya da bilər. Amma daha çox hər ikisi mənfi olmalıdır. Çünki köklər hasili axı hər iki mənfini bir-birinə vuranda müsbət eləyir. Ona görə ikincini götürürsən, düz deyirsən. Bunu götürə bilərik. Sonra Mən sonra mən üçüncünü götürmürük. üçüncünü, çünki ona görə ki, biri mənfi, biri müsbət mütləq olmalıdır. Üçüncü ola bilməz. Çünki orada mənfi 3 var. Götürmürük, düz deyirsən. Ümumiyyətlə mənfi varsa mütləq orada biri müsbət, biri mənfidir. Sonra 4. 4-dən Mən fikir sonra verirsən, vuranda dördüncüsünü də müsbət 2 alınıbdır. Toplayanda da mənfi 18. Ona görə götürürük. Hər ikisi mənfidir. Hı. götürdüm. 5-i amma götürə bilərikmi? Bəli. 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 Amma 6-nı götürə bilmərik də, çünki orada müsbət olmalıdır. Deməli, götürdüklərimiz 2, 4, 5 oldu, hə? Yəni C Bəli, variantı. bəli. 16 C. Sonra 17. 17-də məlim uyğunluğu müəyyən edin. Mən burada Hı. birincisinə 4x çıxılsın 5y üstü -5. Yəni mən burada 1-ə böləcəyik. Yəni kəsr kimi yazacağıq. Bəli, doğrudur. 1 bölünsün 4x çıxılsın 5y-in üzərində 5 yazacağıq. O da olacaq 4x bərabərdir müsbət 5y-ə. 5 ilə 4-ə böləndə 1,5y eləyir. Yəni x bərabərdir 1,25y. A variantı uyğun gedir. Bir də tərsinə y-i tapa bilərsən. 4x-i 5-ə bölə bilərsən. Yəni A, bir də D gedir. Kim? 2-də 1 bölünsün, Mən x çıxılsın 3y-in üstü 3 yazırıq. bəli. Burada Mən isə burada birin B gedir. hı -hı. Bir də ki Y yoxsa? Hə, Y gedir Bəli, mənim. B, Y gedir. Bəli, doğru. Tərsinə nə yazmalısın? Çünki burada x çıxılsın 3y 0 olanda x müsbət 3y-ə bərabər olur. Və yaxud da tərsinə y-i tapanda 1-i 3-ə bölürsən. Yəni 3-də 1 x yazırsan. Düz deyirsən. B və Y gedəcək. Bəs 3-də də onda nə qalır? 3-də mənim bir də C variantı B qalır. qalacaq. Bəli. 8 dəqiqə vaxtımız var. Bu 3 dənəsini də yekunlaşdıraq. Buyur. Torpaq sahəsinin müəyyən hissəsində layə müəyyən hissəsində qızılgül əkilmişdir. Sahənin kənar boyu həmçinin lalə və qızılgül əkilən hissəsinin arasında dəmir tor çəkilmişdir. Çəkilmiş torun uzunluğu 85 metr olarsa qızılgül əkilən sahənin ölçülərini tapın. Fikir versən düzbucaqlı olduğu üçün qarşı tərəflərini eyni götürdüm. X plus 5, x plus 5, x plus 2, x plus 2. Enlərini də bax eyni götürürəm. X plus 3 götürürəm. Çünki eyni olmalıdır qaydaya görə. Onda bu tərəf nə qədər olacaq? X plus 4 burada, x plus 3 də burada. Olacaq 2x plus 7 ümumi. Düzdürmü? İndi Bəli. məndən nə istəyirdi? Ümumi çəkilmiş torun uzunluğu verilib də 85 metr. Onda hamısını gəl toplayaq. 2 qız üstə gəlsin. Məsəl üçün neçə eləyir burada? 6. Sonra 2x üstə gəlsin 10. Elə ki, qarşı tərəfləri götürdüm də. X plus 5, x plus 5. Bunları toplayanda 2x plus 10 eləyir. X plus 3, x plus 3. Bunları toplayanda 2x plus 6 eləyir. Aynı oldu. Sonra digər düzbucaq. Bu layihə üçün Bəli. eləyir. Digər düzbucaqlı üçün. X plus 2 ilə x plus 2 qarşı tərəfləri toplayanda 2x plus 4 eləyir. Sonra digər tərəflərini toplayanda isə yan tərəflərini, yəni 2x plus 7 ilə bu tərəf 2x plus 3, x plus 4 onları toplayanda da
Ümumi 4x plus 14 edir. Bax, bu bizdə 85'dir. X'ləri toplasam 2x, 2x, 2x. Elədi 8, 4, 6, 10. 10x elədi ümumi. Ədədləri toplasam 14 ilə 4, 18, 28. 28'in də üstünə 6 gələndə 34. 85'dən də 34 çıxanda 51 qalır. X'i də tapıram burada 5,1. X'i tapdım. Yapab yerlərinə qoysam, orada yazılmışdı x plus 2'də qızılgülün bizdə eni. Onda 5,1 ilə 2'ni toplayırsan, eləyir 7,1. Düzdürmü? Məndən qızılgülün sahəsini istəyir. Uzunluğunda isə 2x plus 7 idi. Onda 2'ni vurursan 5,1'ə, üstünə gəlirsən 7'ni. O da eləyir 2, 10,2, 10,2'nin də üzərinə 7 gələndə 17,2. Düzdürmü? Bunu da aldım. Sadə deyəndə bir-birinə vurursan. Yəni hansı rəqəmə vuracaq? 7,1'i 17,2'ye vururuq. Amma bizdən qızılgül əkilən sahənin ölçülərini istirdi. Mən də ölçülərini yazdım. Deyirsən ki, uzunluğu 17,2'dir, eni isə 7,1'dir. Sonra digəri. Lalə əkilən sahənin diaqonalı ilə qızılgül əkilən sahənin diaqonalını istəyir. Diaqonalda tən ortadan keçir. Bax, bu lalə əkilənin diaqonalıdır. Bu da qızılgülün əkilən diaqonalıdır. Bir düzbucaqlı üçbucaq yaranır. Düzdürmü? Düzbucaqlı üçbucaqda da nə hansı düsturu tətbiq edir? Pifaqor teoremi. Məsələn, lalə üçün 5,1 ilə 5 toplayanda 10,1 eləyir uzunluğu. Eni üçün isə 5,1 ilə 3'ü toplayanda eləyir 8,1. Onda biz lalənin diaqonalını tapmaq istəyiriksə, kök altında 8,1'in kvadratı ilə 10,1'in kvadratını toplamalıyıq. Düzdür? Bəli. Sonra digərində də qızılgül istəyir. Qızılgülün də diaqonalını tapmaq istəyiriksə, tərəflərini vermişdik, tapmışdıq. 7,1'in kvadratı ilə 17,2'nin kvadratını toplamalıyıq. Aynı oldu. Bəli. Bu təqribən 12,95 eləyir. Bu da təqribən 18,6 eləyir. Tam hissələrinin isə cəmini istəyir bizdən. Birincisinin tam hissəsi 12'dir, ikincisinin tam hissəsi 18'dir. 12 ilə də 18'in cəmi eləyəcək 30. Bu qədər.